Salam, hər vaxtınız xeyir. Bədii əsərlər haqqında söhbətlərimizi davam elətdiririk. Bugünkü söhbətimiz dünya ədəbiyyatının ən gözəl incilərindən biri olan Kimyagər əsəri haqqındadır. Əvvəlki söhbətlərimizdə demişdim ki, bədii əsərin gücü onun həcmcə böyük və yaxud kiçik olmağından asılı deyil. Əsas yazıçının vermək istədiyi fikirdir. Adi insanların həyatda görə bilmədiyi, sezmədiyi həqiqətləri açıb göstərməkdir. Bu baxımdan da Kimyagər əsəri çox səciyyəvidir. Əsər kiçik bir kitabçanı xatırladır. Cəmi 96-97 səhifəlik bir əsərdir. Amma onda yazıçının demək istədiyi fikir, yazıçının aşıladığı həqiqət o qədər böyükdür ki, onu oxumağa dəyər və inanıram ki, çoxları bu əsəri oxuyub. Əsər necə başlayır? Nədən bəhs eləyir? İspaniyanın kiçik kəndlərinin, şəhərlərinin birində, şəhərlərinin ətrafında kasıb bir ailədə Santiago adında bir cavan, yeniyetmə oğlan yaşayır. Oğlan, baxmayaraq ki, kasıb ailədə böyüyüb, ancaq dünyanı gəzmək, səyahət eləmək, azad olmaq eşqi ilə yaşayır. Çox istəyir ki, hər yeri gəzsin, hər yeri görsün. Amma onun bu fikirlərini o köhnə fikirli ata-anası, valideynləri heç başa düşmür. Onlar fikirləşirlər ki, oğlanlarını ruhani eləsinlər. Ruhani eləsə, onun həyatı təmin olunmuş olar. Amma oğlan bu fikirdən çox uzaqdır. Bunu görən valideynləri öz fikirləri ilə, öz düşüncələri ilə 5-10 qoyun alıb verirlər Santiago'ya, deyirlər ki, apar, otar, azad ol. Bir halda ki, gəzmək istəyirsən, azad olmaq istəyirsən, get azad ol. Santiago qoyunlarını səhər tezdən çıxardır, otarır, gəzir, dolanır. Günortalar köhnə kilsənin yanında, uçuq kilsənin yanında bir böyük ağac, qollu budaqlı ağac var. Həmin ağacın altında gəlir, oturur, günorta yeməyini yeyir, dincəlir, mürgüləyir, yenə durub qoyunlarını otarır. Belə günlərin birində, yenə günorta ağacın altında yatanda belə bir yuxu görür. Yuxuda kimsə ona deyir ki, sən çox varlı adamsan, sənin qismətin Misirdə piramidalardan uzaqda bir dağ var. Dağın başında, lap başındakı daşların altında qızıl var. Var-dövlət var. Onlar hamısı sənin qismətində. Əgər sən gedib onları axtarsan, tapsan, sən çox varlı olacaqsan. Yuxudan duran Santiago gördüyü yuxuya inanmır, başa düşmür və fikirləşir ki, yuxudur. Unudur yuxusunu. Aradan bir müddət keçir, hər bazar günləri aparır qoyunlarını satır. Yenə də bazar günün birində qoyunlarını aparıb bazarda satanda, bazarda bir qaraçı qadın onun qabağını kəsir və deyir ki, mən mütləq sənin falva baxacağam. Santiago'nun əllərinə baxan qaraçı qadın heyrətlənir və sən çox varlı adamsan, sənin qismətində çox böyük var-dövlət var, bax, sənlə burada şərt kəsirəm, sən varlanan kimi mənim də payımı verəcəksən, mütləq verəcəksən. Bu sözləri eşidib Santiago gülür, amma yol boyu düşünür ki, yuxusu yadına düşür. Düşünür ki, belə yuxuda da buna demişlər var-dövlətin olacaq, varlı olacaqsan, hətta var-dövlətin yerini də göstərmişdilər. Bir neçə gündən sonra Santiago bir qəribə bir adamla tanış olur. Bu qəribə adam Santiago'ya həyatın mənasını başa salmaq istəyir. Başa salmaq istəyir ki, insanlar hamısı dünyaya bir missiya üçün gəliblər. Onların yaşayışı, onların görə biləcəyi həyatı əvvəlcədən sanki məlumdur. Onlar bu əvvəlcədən yazılmış həyatı, qisməti yaşamaq üçün gəlirlər. Bütün bu fikirlər Santiago'nu çox düşündürür. Gördüyü yuxu, qaraçı qadının dediyi sözlər, bu naməlum adamın fikirləri onu çox düşündürür və axırda bu qərara gəlir ki,
getsin. Var dövləti tapmağa getsin. Qoyunlarının hamısını satır və Avropadan, İspaniyadan Afrikaya yola düşür. Görmədiyi, tanımadığı yerlərə getməyi, bunun üçün dənizi keçməlidir. Başına nələr gələcək, qabaqda onu nələr gözləyir, heç nə bilmir Santiago və yola düşür. Gəmidə tanımadığı cavan bir oğlanla tanış olur. Oğlan Santiago'nun çox ürəyinə yatır. Gülərüz, mehriban, gözlərindən səmimiyyət yağan, gözlərindən gülən cavan bir oğlanla Santiago'nun söhbəti tutur və Santiago bütün əhvalatı ona danışır. Və oğlan deyir ki, bu işdə ona kömək eləyəcək. İndi biletini də ala bilər, ona əlavə pul da düzəldə bilər. Bunu eşidən yemək içmək də ala bilər. Yəni ona hər işdə kömək eləyə bilər bu cavan oğlan. Santiago cibində nə qədər pulu var, hamısını çıxardır, verir oğlana. Oğlan deyir ki, gözlə, mən indi sənin bütün işlərimi həll eləyəcəyəm. Gedir və oğlan bir daha qayıtmır. Nə qədər axtarsa da, nə qədər eləsə də Santiago oğlanı tapa bilmir. Və doğma yurdundan ayrılan, varlanmaq üçün arzularının dalıca gedən Santiago elə ilk addımda məğlubiyyətə uğrayır. Ümidləri qırılır. Acı həqiqətlə, həyatla rastlaşır. Və çox məyus olur. Gəmidə çox məyus olur. Hara gedir, cibində 1 manat, 1 qəpik pul yox, heç yeri tanımır, heç kəsi bilmir, hara getdiyini ancaq bilir ki, Misirə gedir, piramidaların yanında keçib böyük bir dağlara rast gələcək, orada onu var dövlət gözləyir. Ancaq ora kimi necə gedəcək? İlk inandığı, etibar elədiyi adam onun bütün var dövlətini əlindən aldı, bütün ümidini qırdı. Və gəmidə bu xəyallarla, bu peşmançılıqla, bu fikirlərlə dayanan, qərq olmuş Santiago bir ingilislə rastlaşır, ingilislə söhbət edir və ingilis ona bir kimyagər haqqında danışır. İngilis onu başa salır ki, bir kimyagər var. Bu kimyagər nəinki əl kimyanı bilir, nəinki çox savadlıdır, ağıllıdır, loğmandır, həm də eyni zamanda insanlara kömək eləyir. Hər kəsin yaşamağına kömək eləyir, əlindən gələn köməyi eləyir, insanlara həyatı başa salır. Əgər elə bir adama rast gəlsə, onda gərək həvəsdən düşməsin, ümidləri qırılmasın. Həyatda oğrular kimi kimyagərlər, oğrular varsa da kimyagər kimi insanlar da var. Nəhayət gəmi gəlir, Misirə çatır və gəmidən düşən Santiago pulsuz, parasız, ac, susuz küçələri dolanır. Küçələri dolanır, gəlir bir dənə sahildə şüşə qablar dükanına çatır və ac, susuz bir qıraqda durub dərin fikrə gedir. Dükanın sahibi qoca baqqal Santiago'nu bir neçə saat müşahidə eləyir. Oğlanın duruşundan və üzündən, gözündən vəziyyətinin nə olduğunu başa düşüb ona yaxınlaşır. Santiago da nə baqqalı başa düşmür, baqqal Santiago'nu başa düşmür, ancaq bu qoca ona yemək verir, su verir və həmin gündən bir-birinin dilini bilməyən bu iki adam bir yerdə yaşamağa başlayır. Santiago çox ürəklə, həvəslə işə girişir, yavaş-yavaş dili öyrənir, baqqalın yanında nökərçilik edir, onun hər işini görür və yavaş-yavaş dili öyrənəndən sonra baqqalı başa salır ki, burada bu şüşə qabları satmaqla onlar bir şey qazana bilməz. Əksinə, bu qablarda onlar turistlərə çay, qəhvə təklif eləsələr, onlar daha çox qazanarlar. Santiago'nun fikri baqqalın çox xoşuna gəlir və bununla da onların sərvəti artır, pulu, dövləti, varı artmağa başlayır. Bir qədər pul yığandan sonra Santiago səhrada gedərkən o gəmidə gördüyü ingilisin dediyi kimyagərə rast gəlir. Onunla yol yoldaşı olur, kimyagərdən çox şey öyrənir. Bir qədər bu uçsuz bucaqsız səhra ilə gedir,
Çox suzuyurlar, acıyırlar və nəhayət gözlənilmədən səhranın ortasında vadiyə rast gəlirlər. Sərin suları, gözəl ağacları olan vadiyə rast gəlirlər. Bu vadidə dincələn zaman Santiago gözlənilmədən burada çox gözəl Fatimə adında bir qıza rast gəlir. Fatimə ilk baxışdan Fatiməyə vurulur və Tanrının, ilahi qüvvənin bu Fatiməni onun üçün yetirdiyinə inanır. Fatimə ilə görüşür, Fatimə ilə danışır. Fatimə də ona vurulur və bu iki gənc bir-birinə sevir, bir-birinə vurulurlar. Ancaq Santiago bilir, başa düşür ki, onun missiyası başqadır. O bura başqa iş üçün gəlir və bu zaman Santiago iki böyük qüvvənin qarşısında durur. Gözlənilmədən vurulduğu, gözlənilmədən çox sevdiyi Fatimə və ikinci tərəfdən isə pul, var, dövlət, Tanrının ona verdiyi missiya. Bu iki böyük qüvvənin qarşısında qalır. Hər iki qüvvə onu özünə çəkir və necə eləyəcəyini bilmir. Bu vaxtda Santiagoya ağıllı, gözəl Fatimə kömək eləyir və bildirir ki, əgər onlar bir-birinin qismətidirlərsə, əgər onların ürəyi təmizdirsə, onlar mütləq bir-birinə qismət olacaqlar, bir-birinin nəsibi olacaqlar. Buna görə də narahat olmasın, getsin missiyasının dalıyca. Yenə Santiago kimyagerlə yola düşür. Bir qədər yol getdikdən sonra dedikləri dağlara çatırlar və kimyager dağı göstərir ki, sənin dediyin həmin dağdır və gedib oradan qızılı tapa bilərsən, əgər orada qızıl varsa. Axşama düşəndə artıq Santiago gəlir, kimyagerin göstərdiyi yerə çatır və başlayır külüngü ilə dağı qazmağa. Qazır, xeyləm qazır və birdən başına dəyən ağır zərbədən yıxılır. Gözünü açanda başının üstündə bir neçə nəfərin olduğunu görür və onların quldur olduğunu başa düşür. Quldurlar Santiago'nu döyürlər, əlində olan, cibində olan bütün qalan pullarını götürürlər və burada nə iş gördüyünü, nə axtardığını soruşurlar. Santiago bu dəfə də sözün düzünü deyir ki, bura yuxu görüb, yuxuda ona deyiblər ki, buradakı var dövlət var, xəzinə var, onun üçün gəlib. Və quldurlardan biri qəhqəhə çəkib gülür. Sən nə qədər axmaqsan deyir. Mənə də yuxuda deyiblər ki, İspaniyada yerlərin birində köhnə kilsənin yanında böyük bir ağac var. Həmin ağacın altında bir sandıq qızıl var. İndi sən nə deyirsən, mən də sənin kimi axmağam, durum buradan İspaniyaya gedim, şəhərləri gəzim, köhnə kilsəni tapım, ağacın dibini axtarım, mən sənin kimi axmaq deyiləm. Quldurun bu sözlərini eşidəndə Santiago birdən ayılır. Hər şey ona aydın olur. Hər şey ona aydın olur. Demə, həmin bu qızıl, var dövlət, Santiago'nun hər gün günorta oturduğu, qoyunlarını ətrafında yaydığı ağacın altındadır. Demə, Santiago hər gün o ağacın altında oturur, o kasıb boğçasını açıb, oradan pendirini, çörəyini yeyir. Deməmiş, o var dövlətin, xəzinənin üstündə otururmuş və böyük yaradan Santiago'ya o xəzinəni vermək üçün onu bu qədər çətinliklərdən keçirdir. Hətta elə bir an gəlir ki, Santiago həyatın bitdiyini, hər şeyin əlindən çıxdığını, məhv olduğunu düşünür. Gəmidə başına elə bir əhvalat gəlir. Amma böyük yaradan onu bütün bu çətinliklərdən çıxardır və Santiago bu çətinliklərdən təmiz ürəyi ilə, ağlı ilə, bacarığı ilə çıxır bu çətinliklərdən və gəlir uzaq Misirdə, dağların başında xəzinənin yerini öyrənir. Və bu dəfə Santiago quldurlara heç nə demir, oradan çıxır düz İspaniyaya. Həmişə oturduğu, yaşadığı, dincəldiyi ağacın altına gəlir və ağacı qazıb orada nə görür? Böyük bir sandıq dolu pulla.
qızınla. Bax, burada söhbətimi saxlamaq istəyirəm. İstəyirəm ki, hamı bu əsərdən mənasını özü üçün açıqlasın. Əsər o qədər məşhur əsərdir ki, bilirəm ki, çoxları bu əsəri oxuyub və istəyirəm ki, hamı özü nəticə çıxartsın. Özü o böyük yaradanın dühasına valeh olsun, bir də valeh olsun. Hər kəs özü nəticə çıxartsın ki, gözəl yaradan, böyük yaradan bizi bir ali rütbəyə çatmaq üçün, ali mənsəbə çatmaq üçün bizi necə çətinliklərdən, necə narahatlıqlardan, imtahanlardan keçirdir və gətirir bizi bu yerə çıxardır. Şükür olsun Allaha, şükür olsun onun böyüklüyünə. Bugünkü söhbətimiz bu qədər. Gələn görüşlərəcən sağlıqla qalın.